Xəstəxanaya apara bilmirəm. Gərək aldadıb aparım. Yox, heç vaxt harasa uşağınızı aldadıb aparmayın. Çünki sizə olan güvənini itirir və bu baş verdiyi zaman sizin münasibətiniz zədələnir və gələcəkdə də sizə uşaq inanmamağa başlayır və əslində sizin timsalınız da insanlara inanmamağa başlayır. Hər şeyi düzgün izah etmək lazımdır. Yalan danışmaq həll deyil. Çoxdandır ailəmə vaxt ayırmıram. Gərək bugün onlara gəzintiyə çıxım. Əla fikirdir. Bu həm ailəmizə, həm sizə çox yaxşı təsir edəcək. Mən valideynəm. Uşaq məni dinləməlidir. Mən onu yox. Xeyr. Anlaşmağın yolu qarşılıqlı bir-birini dinləməkdən, anlamaqdan keçir. Biz uşaqları dinləməliyik və öz nümunəmizdə dinləməyin necə gözəl bir şey olduğunu onlara göstərməliyik. Hər kəsin görülməyə, dinlənilməyə, anlaşılmağa ehtiyacı